Alışın geri qaytarılması sənədi. Alış zamanı hər hansı səbəbdən məhsulların təchizatçıya geri qaytarılması üçün istifadə olunan sənəddir. Bu sənəd iki cür yaradıla bilər. 1. Mövcud alış sənədindən çıxarılaraq, 2. Ayrı qaytarılma sənədi kimi. Alış sənədindən birbaşa qaytarılma. Əgər məhsulu əvvəlcədən alış etmişik və həmin alışla birbaşa bağlı şəkildə geri qaytarma istəyiriksə, alış menyusu, alışlar səhifəsi, müvafiq alış sənədini açırıq. Sənədin içində sənəd yarat, qaytarma düyməsinə klikləyirik. Sistem avtomatik həmin alışdakı məhsulları qaytarılma sənədinə köçürür. Qaytarılacaq məhsulları redaktə edə və istənilən sayda saxlaya bilərsiniz. Yadda saxla düyməsinə kliklədikdə qaytarılma yaranır, məhsullar ambardan çıxarılır, təchizatçıya qaytarma kimi qeyd olunur, borcdan azalır. Qaytarılma sənədi alışla bağlı sənəd kimi sistemdə görünür. Əgər siz heç bir alış sənədinə bağlı olmadan məhsulu geri qaytarmaq istəyirsinizsə, alışın geri qaytarılmaları səhifəsinə daxil olursunuz. Qaytarma düyməsinə klikləyirsiniz. Qaytarılacaq məhsullar, miqdar və geri qaytarılma qiyməti qeyd olunur. Qiymət sərbəstdir, yəni məhsulu istədiyiniz qiymətə geri qaytara bilərsiniz. Bu sizin təchizatçı ilə aranızda razılaşmaya əsasən dəyişir. Qeyd, ayrı sənəd kimi yaradılan qaytarılmalar hər hansı alış sənədinə bağlı olmur və bu səbəbdən əlaqəli sənədlər siyahısında görünür. Əlaqəli sənədlər və nəzarət. Əgər qaytarılma alış sənədindən yaradılıbsa, bu sənəd alış sənədində əlaqəli sənədlər bölməsində görünür. Bu sizə alışla bağlı bütün fəaliyyətləri vahid yerdə izləmək imkanı verir. Nəticələr və üstünlüklər. Həm tam avtomatlaşdırılmış, həm də əllə tənzimlənə bilən qaytarılma prosesi mövcuddur. Sistem ambarqalığını, təchizatçı ilə hesablaşmanı və maliyyə uçotunu avtomatik tənzimləyir. İstifadəçi hər hansısa alışa istinadla və ya tam sərbəst şəkildə qaytarma apara bilir.